Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Axı ümumiyyətlə nə iş var ki burada? Aya bunlar kimlərdir axı? Gəlib indi mənə barmaq silkələyir. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Siz kimsiniz axı? Buna bax, deyir Artur Asipyanam. Başınızı vurun divara. Gedib evlatlarımızın yerinə siz həlak olardınız da bəs. Buna bax, deyir Artur Asipyanam. Talancı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli. Girov götürmüşdünüz Qarabağın xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız da. Niyə sağsınız ümumiyyətlə? Bəs axı siz nə üçün sağsınız? Sən nə üçün sağsan ki? Axı indi gəlib 5000 nəfər qurban barədə danışırsan mənimlə, ay alçaq. Nə üçün sağsan, hə? Bəs indi Şahramanyan nə üçün sağdır? Hələ o birilər. İndi sizin parlamentdə deputat hesab olunanlar nə üçün sağdılar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki 5000 qurban gedib. Nə üçün bəs siz həlak olmamışsınız? Kim sizi qoruyub saxlayır ümumiyyətlə? Ay şərəfsizlər. Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan filan. İndi Ermənistanda Qarabağın Milli Məclisi var. Ermənistanda Qarabağ hökuməti var. Hamısının kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız da, ay qaçıb aradan çıxanlar. İndi mübarizə aparmaq vaxtı deyil. Konkret vaxt bunun kimilər. Gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin ümumiyyətlə. Bildiniz mi? Robi, Serj, Qaluqatsu, Qaqonun rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm. Sizin kökünüzü kəsəcəyim Ermənistandan, alçaqlar. Siz nə üçün sağsınız ümumiyyətlə? Siz açıqlama verməlisiniz ki, nə üçün sağsınız? Hələ bir də gəlib 5000 qurban deyirsiniz. Nə üçün qurban 5000 olur? Siz nə üçün o qurbanların içində deyirsiniz, alçaqlar? İndi Asipyan deyir ki, sən gərək məni... Sən kimsən axı? Sən kimsən ki, mən indi səni tanımalıyam?